Uyğunluğu müəyyən edin. Qədim Çinin Sin və Han sülaləsi dövrlərinə aid uyğunluğu müəyyən etməliyik. Sin sülaləsi dövründə Konfutsi təlimi tərəfdarlarına divan tutuldu. Bəli, Sin sülaləsi dövrünə aiddir. Qırmızıqaşlılar üsyanı aiddir eramızın 1-ci əsrin əvvəllərinə. Bu Sin sülaləsi yox, Xan sülaləsi dövrünə aiddir. Ona görə 1-ə B olanı sildik. Vyetnamın bəzi vilayətləri və Koreya Xan sülaləsi dövrünə aiddir. Ona görə biz bunu götürə bilmərik. C-ni də götürə bilmərik. Ona görə A, B, C, D bəndlərini sildik. Xan sülaləsi 3-cü əsrin əvvəllərində süqut edib. Çin dünya ticarət yollarına çıxış əldə edib. 2-ci əsr, eramızdan əvvəl 2-ci əsr Xan sülaləsi dövrünə düşür. A və B. Fəaliyyəti dövr vuruşan padşahlıqlar. Vuruşan padşahlıqlar da eramızdan əvvəl 4-3-cü əsrləri əhatə edir. 4-3-cü əsrlərdə hələ Çində vahid dövlət yox idi. 1A, 2A, B doğru cavab E bəndidir.